Salam hörmətli həmvətənlər, bugün növbəti mitinqimizdir. Növbəti mitinqimiz bu günlər Berlin şəhərində Avropa Birliyi nümayəndəliyinin Berlin şəhərindəki olan Avropa Birliyi nümayəndəliyinin qarşısındadır. Biz Avropa Birliyinin nümayəndəliyinə duydurmaq istəyirik ki, Azərbaycanda olan haqsızlıqlar, Azərbaycanda olan 400-dən artıq siyasi məhbus yatır. Bunlara göz yummasınlar, ədalətin bərpa olunmasında bizə dəstək olsunlar və Azərbaycanda olan siyasi məhbusların azadlığı üçün Azərbaycan diktator rejiminə təzyiqlər etsinlər. Azərbaycanın ədalətə qovuşması zamanı gəlib çatıb. Millətin də buna dayaq verməsi lazımdır. Hər zaman bir olmağımız lazım. Nə qədər ki biz tək-tək olacaq, bizi hər zaman parçalayacaqlar. Ona görə bir olma zamanı və biz gələcəyimizi istəyiriksə, hamımız birləşməliyik, bir yerə vurmalıyıq və yaxud da ki, bu cürə əzab çəkə-çəkə sonumuzu gətirməlidirlər hər bir kəsin. Təşəkkürlər. Salam bir daha əziz vətənlər. Az öncə Rauf bəy vurguladığı kimi növbəti etiraz aksiyamız davam edir. Etiraz aksiyamızın məqsədi siyasi məhbuslara azadlıq, demokratik Azərbaycan istəyirik. İlham Əliyevə buradan səslənirəm. Öz qohumlarını azad etdiyin kimi Azərbaycanda, Azərbaycan mərd oğulları, siyasi fəalları azad et. Siyasi fəallara azadlıq, rədd olsun diktatura. Təşəkkürlər. Salam aziz həmvətənlərimiz. Biz burada etiraz edirik diktatoriyaya və biz öz etirazımızı bildiririk. Azərbaycanda Qarabağ müharibəsi qaziləri necə olur? Həbs olunur və onların azadlığa buraxılmır. Amma Ermənistan qatilləri, Qarabağda qətl törədənlər, işgəncə verənlər azadlığa buraxılır. Bu necə ola bilər? Biz etiraz edirik bütün haqsızlıqlara, siyasi məhbusların azadlığını tələb edirik və Azərbaycanda bütün insanların haqla, hüquqla idarə olunmasını istəyirik. Təşəkkürlər, çox sağ olun. Mən də öz növbəmdə Azərbaycanda baş verən haqsızlıqlara qarşı Avropa Birliyinin Berlindəki nümayəndəliyinin önündə öz etirazımı bildirirəm və İlham Əliyevdən Azərbaycanda olan haqsızlıqlara son qoymasını, siyasi məhbusları tezliklə azad etməyini tələb edirəm. Təşəkkürlər, çox sağ olun. Buyurun Eşən bəy. Salam, hər vaxtınız xeyir. Əziz həmvətənlərimiz. Bugün ikinci aksiyamız davam edir. Ayın 28-i, birinci ay. Bəli, biz bugün Azərbaycanda olan baş verən hadisələri, yəni siyasi məhbuslara azadlıq tələb edirik. İlham Əliyev öz qohumlarına azadlıq. Bu araqda indi isə biz də bizim üçün, yəni Azərbaycan milləti üçün savaşan hər biri üçün azadlıq tələb edirik və bugün Avropa Birliyinin qarşısında dayanmışıq və buradan xəstə oğlu olan Heydər Əliyevi bizim başımıza gətirməməsini istəyirik. Təşəkkürlər, çox sağ olun, var olun.